Bizim rejissorumuz aktyorlara tam sərbəstlik verir, amma o da öz sözünü deyir, tövsiyələri eləyir və biz hər şeydən məsləhətləşirik. Orada məşq eləyirik, yəni məsləhət verirlər bizə, yəni bu yaxşı olar, bu yaxşı olar. Yəni orada iş prosesidir. Bu tamaşaları bizimlə işləyən bizim çox hörmətli Hafiz Quliyev, teatrın baş rejissoru. Biz onunla çalışırıq. Musiqi bir şey tələb edir, rejissor isə bir şey tələb edir. Hərdən elə olur ki, o üst-üstə düşmür. Amma biz çalışırıq hər zaman. Yəni bu 5 il ərzində həmişə buna nail olmuşuq ki, orta məxrəcə gəlib. Bunun yəni hər iki tərəfin fikrinin ən yaxşı versiyasını təqdim eləyir tamaşaçıya. Çətin olan birinci rolu başa düşməkdir, nə ifa edəcəyi bilməkdir. Sonra rejissoru da başa düşmək asan olur. Rejissor məşqlərini həmişə gözləyirəm, maraqla gözləyirəm. Bütün çətinlikləri son məşqdə biz bu çətinlikləri çalışırıq aradan götürək və artıq tamaşaya hazır məhsul çıxır və orada çətinlik olmamalıdır. Ümumiyyətlə, bütün dövrlərdə teatr həmişə təzə qana möhtaçdır. Yəni, bütün baxımlardan, bütün rakurslardan, həm ifaçılar baxımından, həm də səhnə tərtibatı və həm də tamaşalara, əsərlərə yanaşma tərzi ilə. Buna görə də əlbəttə ki, operanı daha baxımlı eləmək üçün yeni müasir tipli dekorasiyalar, tərtibat, yeni ifaçılar və əlbəttə ki, yeni yanaşma tərzləri lazımdır. Opera sənəti ümumiyyətlə bilirsiniz Avropadan Azərbaycana gəlmə sənətdir. Janr baxımından çox ağır bir janrdır. Əlbəttə burada da iş prosesində də fərqli cəhətlər var başqa teatrlara nisbətən. O baxımdan ki, tutaq ki, opera rejissoru əlbəttə musiqini hiss eləməlidir, onu bilməlidir. Opera rejissoru eyni zamanda partituradan mütləq xəbəri olmalıdır. Opera rejissoru aktyorlarla işləyərkən onu nəzərə almalıdır ki, o vokalistlərlə, musiqiçilərlə işləyir və çünki onların səhnədə vəziyyəti başqa teatrlara nisbətən fərqlidir. Onlar həm oxumalıdırlar, həm tərəf müqabililə münasibətlərini qurmalıdırlar, eyni zamanda dirijoru görməlidirlər. Rejissor onlara mizan verərkən bütün bunların hamısını nəzərə almalıdır. Opera janrı Azərbaycanda 1908-ci ildə yaranır və bu günləri artıq opera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünyanın ən aparıcı operaların, bəstəkarlarının əsərlərini səhnələşdirir. Həm balet, həm də opera janrı üzrə. Bizim Hafiz müəllimlə tanışlığımız elə bizim ilk mənim teatra gəldiyim gündən başlayıb. Çünki bir vaxta gəlmişik Hafiz müəllimlə teatra və Hafiz müəllim o vaxtı rejissor köməkçisi idi. Və mən də stajyer qrupunda çalışırdım. Bizim Hafiz müəllimlə belə bir münasibətimiz dostluğa çevrildi bu. Və elə ilk mənim rollarımı da Hafiz müəllim hazırladı. Biz onunla istər milli operaları, milli operetaları, istər Avropa operalarında biz çalışanda o bizə çox vaxtı azadlıq verir. Nəyə görə azadlıq verir? Mən düşünürəm ki, azadlıq, yəni siz necə, biz çox incə bir alətik. İstər səs baxımından, istər psixoloji durumumuz, ona görə də aktyora biraz azadlıq vermək lazımdır. Və onu da bacarırıq. Yəni, rejissorla ünsiyyətimiz ən yüksək səviyyədə. Şəxsi təcrübəmdən deyə bilərəm ki, rolu necə ifa etmək lazımdır, jestləri necə dəyərləndirmək lazımdır. Bunların hamısını aydın şəkildə deyir və səhnədə ifaçıya çox kömək edir. Milli konservatoriyada biz birgə çalışırıq. Burada Muğam kafedrasında mən bu kafedranın müdürüyəm. Hafiz müəllim də burada opera sinifi var Hafiz müəllimin. O bizim o gənclərimizi operaya artıq hazırlayır indi də. Opera üçün kadrlar,
Yəni obrazlar, Leylilər, Məcnunlar, Aşıq Qəriblər, Əsli Kərəmlər, Şah İsmaillər hazırlayır yəni bax burada. Ki 40 kisə qızılı olmasa ona qız verməzlər. Orta məktəbdə oxuyanda bizdə dərnəklər olurdu və o dərnəklərdə həmişə mən rejissorluq edirdim. Və mən özüm istəməsəm də və biz tamaşalar qururduq, səhnəciklər qururduq. Sanki həyat məni ora yönəldirdi. Bilsinlər ki, onlar elə bir sənətə gəliblər ki, o sənət həm şərəflidir, həm də çox çətindir. Onun yolu hamar deyil, onun yolunda çala kökür var, tikan var. Amma bunlar hamısını dəf eləməlidirlər və sonda bunlar üçün şərəfli bir sənət meydanı çıxacaq və ondan düzgün istifadə eləsinlər. Çalışmalıdırlar. Üzeyir Hacıbəyli'nin Arşınmalılan operettasını mən 1997-ci ildə səhnələşdirmişəm. Opera Balet Teatrının səhnəsində. Bu tamaşa həmin vaxt musiqi günündə, Üzeyir Hacıbəyli'nin ad günündə təqdim olundu. Ulu Öndər Heydər Əliyev gəldi bu tamaşaya baxdı. Çox xoşuna gəldi, öz qonaqları ilə gəlmişdi. Və sonra elə oldu ki, bu tamaşanı mən dünyanın müxtəlif ölkələrində səhnələşdirməli oldum. Türkiyədə dəfələrlə, Çində, Pekində, Moskvada, Belarusiyada, Minsk şəhərində, Bolqarısında, Sofiyada və başqa şəhərlərdə bu səhnələşdirdim. Çox maraqlı bir əsərdir. Həm musiqi baxımından, həm onun dramaturgiyası baxımından Üzeyir Hacıbəylinin dünyada ən çox sevilən əsərlərindən biridir. Bu gün də o tamaşanı, əlbəttə yeni ifaçılar gəlir. Hər yeni ifaçı üçün də müəyyən məşq prosesləri gedir və bu gün də bu tamaşanı biz uzun məşqdən sonra yenidən tamaşaçılarımıza təqdim edirik və hər dəfə olduğu kimi düşünürəm ki, bu səfər də tamaşaçılarımız böyük zövq alacaqlar. Artıq 30 ildir biz Hafiz müəllimlə çiyin-çiyinə çalışırıq. Teatrımızın baş rejissorudur, dəyərli rejissorumuz və Azərbaycanda, eyni zamanda bütün dünyada bizim klassik operalarımızı səhnəyə qoyan və bu gün də öz aktuallığını itirməyən Leyli və Məcnun operasının ən son quruluşunu verən rejissor Hafiz Quliyevdir. Əsərin ümumi dramaturji xəttini rejissor kimi çox yüksək səviyyədə təhlil edir və orada hər hansısa bir detal artıq qalmır ki, biz onu belə desək anlamayaq. Hafiz müəllim kifayət qədər dolğun şəkildə bunu izah edir. Rejissorlar adətən belə tendensiya var ki, sıxırlar aktyorları. Onlar istəyirlər ki, onların dediyi olsun səhnədə, aktyor obrazı onların dediyi kimi yaratsın. Yəni ki, bir növü qısıtlayırlar artisti. Və təbii ki, bu çətinliklər yaradır səhnədə, amma bizim rejissorumuz şükürlər olsun ki, belə rejissorlardan deyil. O çox böyük sərbəstlik verir aktyorlara səhnədə və bizim rejissorumuzla çalışmaq bizə çox böyük zövq verir. Onun təcrübəsindən gənc nəsil də çox yararlanır və mən özüm teatra ilk debutum Koroğlunu oynayanda məhz Hafiz Quliyevin rejissorluğu ilə baş tutub. Bu sənət ya var ya yoxdur. Yəni tam istedadsız aktyor yoxdur. Ola bilməz elə. Teatrda adam çalışır və bu məktəbi bitirib bundan mütləq nə isə var. Ola bilər biraz tənbəldir. Ya müəyyən səviyyə ola bilər də. Biri bu sənətdə daha çox öz yeri var. Bəzisinin ondan biraz aşağı, bəzən şans da ola bilir. Amma hər halda hər kəsin istedadı var ki, teatrdadır. Yəni istedadı olmayan adam teatrda ola bilməz, mümkün deyil bu. Var. Hə, onda bəlkə də hələ özünü tam aça bilməyib, rejissor ona kömək eləyir əlbəttə ki, onun səhnədə aktyor kimi inkişafına. Məsələn, hər bir aktyorun elə bir yeri var ki, elə bir nöqtəsi var ki, o nöqtəni bəlkə aktyor özü də bilmir, rejissor onu biləndə
hansı tərəfdən onu inkişaf elətdirməyi artıq rejissor bilir. Bizim teatrın baş rejissoru Hafiz müəllimə tapşırıq verilmişdi. Məni və bizim sənətkarımız, xalq artisti Mənsum İbrahimovu Leyli və Məcnun obrazını hazırlamağa başladı. Hafiz müəllim, Elxan Mansurov tarzənimiz və Canəli müəllim isə muğam üzrə hazırlayırdı. Amma bütün mizan hərəkətləri, teatrda o qaydalar, qanunlar, bizim hərəkət sistemimiz hamısı aid idi Hafiz müəllimə. Təbii ki, Hafiz müəllim üzərimizdə çox çalışdı, çox işlədi. Hafiz müəllimlə biz çox yaxın dost olsaq da, amma səhnədə biz mehriban düşmənlərik. Və mən bu teatra gələndə, bu teatrda çox Azərbaycanın görkəmli sənətkarları işləyirdi. O vaxt üçün SSR xalq artistləri, bugün artıq koreografi sənətkar kimi saydığımız böyük sənətkarlar müxtəlif həm Azərbaycan operalarında, həm klassik operalarda iştirak edirdilər və mən bunlarla birdən çiyin-çiyinə işləməyə başladım. Rejissor həyatı belə bir həyatdır ki, hər gün onda fərqli bir nəsə baş verir. Çünki səhnədə sən ayrı-ayrı insanlarla, xarakterik insanlarla işləyirsən. Mübahisələr olur, anlaşılmazlıqlar olur, bir-birindən başa düşmələr olur, qarşı durmalar olur və bütün bunların hamısını əlbəttə ki, rejissor necə tamaşanı idarə edir, onu quruluş verir, traktovka verir və insanları da o formada traktovka verib, onu o münasibətləri tamaşanın vəziyyətini yaxşı olması üçün o hala gətirməyə bacarmalıdır və buna görə bizim həyatımız belədir, ümumiyyətlə rejissor sənətinin həyatı belədir ki, gündəlik həyatında başqa adamlardan fərqli hadisələr olur. Hər bir məşqlərdə gülməməksiz olmur da. O qədər maraqlı anlar yaşanır ki, onu ancaq gözlə görmək lazımdır. Rejissorumuz düşünürdü ki, mən bacarmaram, orada bir sevgi səhnələri vardı, orada bir nə bilim nəsə. Mənə dedi ki, narahat olma, bəs yaxınlaş ona. Mən dedim, neynəmək lazımdır? Hər şey eləyərəm. Mən ona yaxınlaşanda rejissorumuz çox belə biraz təəccübləndi ki, bəs necə belə? O düşünmürdü ki, gənc təcrübəsi olmayan aktrisa birdən həddindən artıq hərəkət eləsin. Belə şeylər var idi. Həmişə mən hər rola biraz ehtiraslı yanaşıram və rejissorumuz hər dəfə deyir ki, yox, burada bax, şərq qadınıdır, bunu biraz sakit ya da burada çox hərəkət eləmə, ya da bunu belə. Tamaşa zamanı səhnə yoldaşlarıma zərər verdiyim anlar olub. Hansı ki, Opera Balet Teatrının solisti Cahangir Qurbanovun barmağına zərər vermişəm qılıncla və Cahangir Qurbanov qanı yerə axa-axa o səhnəni davam elətdirdi. Səhnə bitdi. Bu mənim heç yadımdan çıxmır. Ən yadda qalan hadisə mənim üçün budur. Leyli Məcnunun axırıncı quruluşunda mən təqdim eləməli idim. Premyera idi. Leylini oynayırdım və paltarım çox narahat idi əynimə. Çox da dar idi. Və mən artıq tamaşa günü idi və mən bu paltarda artıq səhnəyə çıxmalı idim. Elə görüş pərdəsində paltarın arxası tamamilə açıldı. Bir dəfə Leyli Məcnun operasında, o ana səhnəsində Hafiz müəllim tapşırıb ki, xor oxuyandan sonra sən gələrsən, ana səni çağıracaq, ananın qarşısında dayanarsan. Mənim yadımdan çıxdı, elə bildim mən xor oxuyur, hələ mənim partiyam deyil, gəlib ananın qabağında dayanmışam. Ana başını aşağı salıbdı Leylini və qoyma məktəbə getsin o yerdə. Deyir, Gülyaz, səhnədən çıx, sənin yerin deyil. Gülyaz, çıx, sənin yerin deyil. Mən də nazlana dayanmışam. Sonra birdən bayıldım. Gördüm Hafiz müəllim səhnənin qırağından bilir. Gülyaz, çıx səhnədən, sənin partiyan döyülür. Görmürsən, sənin dalınca danışırlar. Sən orada özünə qulaq asırsan. Koroğlunu oynayanda bir dəfə yadımdadır. Mən Hafiz müəllimə demişdim ki, Hafiz müəllim, bu at nəsə narahat ata oxşuyur. O da mənə demişdi ki, narahat olma, Rahim sən oxumaq oxu, narahat olma. Sanki dedim, Hafiz müəllim, siz ata tapşırmışsınız ki, narahat olmasın. Ata çıxdı, biraz özünü narahat apardı. Deyirəm, Hafiz müəllim, yaxşı yəqin tapşırmamışsınız.
opera teatrında biri-birindən maraqlı Azərbaycan operalarını məhz özünə məxsus şəkildə təqdim edib. Və buna görə də əziz dostumuza böyük-böyük yaradıcılıq uğurları diləyirəm. Çox məmnunam ki, elə bir gözəl sənətkarla bir yerdə çalışıram neçə illərdir. Çox böyük zövq alıram iş prosesindən və inşallah onunla birgə arzu edirəm ki, daha böyük, daha geniş tamaşalar üzərində çalışaq.